Ombudsman Səbinə Əliyeva Rusiyada Azərbaycanlılara qarşı baş vermiş zorakılıq hadisəsi ilə bağlı Rusiya ombudsmanına müraciət edib. Bildirilir ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Həmçinin bu fakt Rusiyanın qoşulduğu BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı konvensiyasına ziddir. Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq məsələnin Rusiya Ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hər tərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərər çəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib. Müraciətdə həmçinin bu kimi ağır hüquq pozuntularının qarşısının alınması məqsədi ilə sistemli nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.